Bol miqdar su içmək həyatdır. Bol miqdar su içmək xeyli dərəcədə baş ağrısından uzaq olmaq deməkdir. Bol miqdar su içmək trombun qarşısını almaq deməkdir. İnfarktın yaranmasının qarşısını almaq deməkdir. Bol miqdar su içmək normal qaydada qan dövranının hərəkəti və orqanların normal qidalanması deməkdir. Yəni, hər bir faktor insanın sağlamlığı üçün, sağlam həyat tərzi üçün çox vacib olan bu komplekslərin içərisində yaranır. Təbii ailə münasibətləri deyəndə orada lap böyük bir bölümdür. Yəni, orada ailənin dərin, intim münasibətləri, ailənin, uşaqların valideynlərlə, valideynlərin, uşaqların bir-birindən, valideynin uşaqlarından olan münasibətləridir. Yəni, bəzi hallar, hətta ailədə olan o qaynənə-gəlin münasibətləridir və digər faktorlardır. Təbii ki, onların içərisində də ən vacibi, xüsusilə də ailə münasibətləri deyəndə bəy və xanım arasında olan münasibətlər daha öndə olur. Çünki kişilərlə xanımlar arasında olan münasibətlər elmsiz halda olanda mən hər zaman demişəm və axtaran da tapar ki, niyə kişilər dünyasını dəyişir nisbi mənada, qadınlar isə qalırlar. Nisbi mənada, təbii ki, nisbi mənadan danışıram. O dəqiqə düzəldəcəklər ki, qadınlar da dünyasını dəyişir, kişilər də dünyasını. Mən nisbətdən gedir. Yəni, hamı bilir ki, qadınların ömrü kişilərə nisbətən daha uzundur, faiz etibarilə təbii ki. Orada elmin olmamasızlığındandır, elmi savadsızlıqdandır. Kişilər bu elmi bilmədiyi üçün də aşırı dərəcədə özlərinə əziyyət verirlər, zülm edirlər. Son nəticədə orqanizmin gücü çatmır və ürək əzələsinin infarktına gətirib çıxarır. Onda müəyyən bir faizi təbii ki, ölmə gətirib çıxarır və yaxud da digər xəstəliklərin. Çünki hər bir orqanizmi saxlayan orqanizmin immunitetidir. Məsələn, adı qızıl yel. Qızıl yel nə vaxt olur? İnsanlarda varsa ömürlükdür. Bəs nə vaxt özünü göstərir? Bu vaxt özünü göstərir ki, o immunitet aşağı düşür. Nə vaxt yaxın gəlmir, immunitet yuxarıdır. Və böyük bir xəstəliklərin böyük bir faizi də immunitetə bağlıdır. Elə qrip də, digər infeksion xəstəliklər də immunitet yuxarısa yaxın gəlmir.